Mənim sol əlimdə yanıq izi var. O mənə tövhədir körpəliyimdən. Odun odluğundan xəbərsiz vaxtlar əlimi manqalda yandırmışam mən. Mənə cüz dedilər, ancaq qorxmadım. Əlimi yandırıb tanıdım odu. Mənim həyat ilə ilk tanışlığım əlimi yandıran oddan başladı. Oxşadı gözümü hələ uşaqlıqdan, ocağın al-əlvan, alovu, közü. Dünyaya gələli bilmirəm nədən, nəyə vurulduqsa yandırdı bizi. Mən oddan qorxmadım yanana qədər. Mən qorxu bilmədim qanana qədər. Elə ki yandım, odla oynamaqdan qorxdum, dayandım. Başladı qorxu, başladı həyat. Bəzən həyatda ən böyük dərs almadan öncə sözün əsl mənasında yanıb yaxılırıq. Amma bilmirik ki, bu alacağımız dərsin ön sözüdür. Nə qədər reallıqdan uzaq olsa da, yanıb yaxılmadan dərs ala biləcəyimiz ümidi ilə hələlik.